Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Dünya Azərbaycanlıların qarşıdan gələn bayramını təbrik edirəm. Allah sizin her birinizi korusun, Allah her birinizin ruzu bərəkətini bol eləsin. Bugün ayın 26 dekabr 2025-ci il Bərdə qoyun bazarına çəkiliş edir. Elə ilk videomuz elə Ağsaqqalın heyvanları oldu. Hal-hazırda. Balalıdır. Hamısı balalıdır, bunlar tam. Xeyirli olsun. Neçənci qarnında tam burada? Burada var birinci qarna. Aha. Burada var 1, 2, 3, 4 belə. Belə neçəli balalı? 34 qoyun olmalıdır balalı. Qiyməti neçə iləndir? Birinin qiyməti. Qiyməti baxın indi o şey var. 1, 2, 3, 4. Belə balalı 4 neçə? 5. 4,80, 4,70, 5 nə bilim. 5'dən 4.70'e qədər. Ha, Hara heyvandır? Ağzəbəddir. Nə gözəl, nə gözəl. Allah bol ruzu versin, bərəkətli olsun. Öz təsərrüfatın olar. Bəli, bəli. Elə bu da yoxsa var qapıda? Var qapı. Nə qədər var qapıda? Parası 5-600. 5-600. Noları 981 3022. Xeyirli olsun. Neçə deyirsən bu çəpişlərin qiyməti? 200'dan bunlar deyirəm bu üçünü. O köydə 220'ye deyirəm. Neçə kilo ətlər olar onların? Neçə kilat olur onun? Asakka neçə kilat olur onun? Neçə kilat olur onun? Vallahi 12 kilo. Ha bu qoş kimindir? Qoşlu yoxsa mənim? Neçə kilo bunun əti var? Abi ne kadar et olur o? Belə neçə deyirsən qiyməti? 2 yaşı var onun? 1 yaş. 1 yaş. Amma sortdur da. Belə bir 60 kilo var diri çəkisi onun.